Hər kəsə salam. Mən Mina Hüseyn. Saçlarım çox yıpranmış vəziyyətdədir. Artıq qaynaqdan da qurtulmaq istəyirəm. İstəyirəm ki, sağlam şəkildə saçlarım uzansın və çox araşdırmalar apardım. Sosial şəbəkələrdən Aysel xanımla tanış oldum və əl işlərinə baxdım. Çox bəyəndim. Pasiyentlərdən soruşdum. Onlar da nəticədən çox razı qaldıqlarını bildirdilər və mənim də çox rəfiqələrim elə Aysel xanıma müraciət ediblər saç üçün. Mən də gəldim Aysel xanımın yanına. İnanıram ki, Aysel xanım mənim saçlarımı sağlam şəkildə uzadacaq. Mina xanım bizə saç problemi ilə müraciət eləyib. Əslində əsas saç problemi saçın uzanmamağı və saçların seyrək, cansız olmağıdır. Biz özəl prosedur eləyəcəyik. Məncə çox uzatmayaq, prosedura keçək. Mina xanım necədir? Ağrı hiss olunur? Xeyr, heç bir ağrı yoxdur. Hətta bu mişqa sayəsində ağrı biraz daha azaldı. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Gördüyünüz kimi xanımlar, əslində çox ağrısız prosedurdur və çox kiçik, nazik iynələrlə icra olunur. Mina xanımla 1 aylıq bir prosedurumuz var. 1 aydan sonra isə biz nəticəni sizlərlə paylaşacağıq və bu arada mütləq Mina xanım həm ev qulluğunu da eləyəcək, onda artıq mükəmməl saçlarla sizin qarşınızda olacaq.